İmam Musa əleyhissalamın həyatı səhnələrdən ibarətdir dediyimiz kimi, bir çox məşhur səhnələr, həyatlar var ki, onlardan biri də səhnə İnqilab İslami, yəni İnqilab adlanan həyatdır ki, bu həyatın da özünə məxsus özəllikləri var. İnşallah səhnə daxil ola, buranın özəlliklərindən danışaq. Hal-hazırda İnqilab səhnində, yəni İnqilab həyatındayıq. İmam Musa əleyhissalamın hərəmində olan İnqilab adlanan həyatdayıq. Bu həyatın özəlliklərindən ən birincisi odur ki, arxamda gördüyümüz İmam Musa əleyhissalamın günbəzi tam olaraq bütöv, yalnız və yalnız buradan görsənir. Yəni, İmam Musa əleyhissalamın hərəmində istər səhnə Qədirə get, Qədir həyatına, istər Rezəviyə, istər Azadiyə, hansı həyata gedirsən get, İmam Musa əleyhissalamın günbəzini ya görməyəcəksən, ya da yarısın. Ya sağ tərəfini, ya sol tərəfini görəcəksən. Əgər zəvvar istəyirsə ki, İmam Musa əleyhissalamın hərəminin günbəzini tam, bütöv formada, kamil şəkildə görsün, mütləq və mütləq bu həyata daxil olmalıdır. Səhnə İnqilaba, yəni İnqilab həyatına daxil olmalıdır ki, burada İmam Musa əleyhissalamın hərəminin günbəzini bütöv formada görsün. Bir özəllikdir və gördüyümüz pəncərə də şəfa pəncərəsidir və o pəncərədən baxan zəvvar birbaşa İmam Musa əleyhissalamın hərəmini görür. O şəfa pəncərəsi adlanan pəncərədə sayısız hesabsız xəstə Allahın izni ilə şəfa tapıb. Ona görə də həmən pəncərədə Allahdan İmam Musa xatir şəfa istəyirlər və şəfa tapırlar. Allah cəm xəstələrə şəfa versin. Səhnə İnqilabda, İnqilab həyatında yerləşən digər məqam da zəvvarların daha çox gəlib getdiyi İmam Musa quyusudur. Bura həm İmam Musa quyusu, həm də şəfa bulağı adlanır. Xəstə zəvvarlar, xəstəlik olan zəvvarlar İmam Musa'nın şəfa bulağından xəstəliklə, şəfa tapmaq məqsədi ilə içirlər. Allah təbarək və təala bütün xəstələrə, 14 məsumə xatir, Peyğəmbər və Əhl-i Beytinə xatir, İmam Musa əleyhissalama xatir və öz Şafi isminə xatir Allah cəmi xəstələrə şəfa versin. Arxamda gördüyünüz qapı Səhnə İnqilabda yerləşir və Səhnə İnqilabda deyərdim ki, ən önəmli məqamlardan biridir. Bu İslamın ən böyük alimlərdən biri olan Əllamə Hürr-Amilinin qəbridir. Bu qapıdan içəri daxil olanda Əllamə Hürr-Amilinin qəbri orada yerləşir. Əllamə Hürr-Amili Vəsail-i Şiyə kitabının müəllifidir. Bu kitab Şiyə məzhəbinin ən etibarlı hədis kitablarından biri sayılır. Müəllif burada 36 mindən çox hədisi cəmləyib və Şiyə məzhəbinin etimad etdiyi, istinad etdiyi kitablardan biridir ki, gördüyümüz bu dəyərli alim, bu böyük alimin qəbri də İmam Musa əleyhissalamın hərəmində və Səhnə İnqilabda yerləşir. Gələn zəvvarlar mütləq və mütləq gündüz vaxtı əgər qapı açıqdırsa, Əllamə Hürr-Amilini də ziyarət etsinlər.